Salam. Quran-ı Kərim buyurur, möminlər biri-birinin qardaşıdır. Qardaşlığın isə bir sıra vacib öhdəlikləri vardır. Biri-birinin yanında olmaq, biri-birinə dayaq durmaq, çətin anlarda dəstək olmaq, qardaşına hücum edildikdə onu qorumaq üçün sinəsini sipər etmək. Bütün bunlar qardaşlığın təbii və ilahi məsuliyyətləridir. Bəzən insanın qardaşını müdafiə etmək üçün gücü çatmaya bilər. Bu da müəyyən mənada bir nöqsandır. Çünki Peyğəmbərimiz bizə hədislərində bu çətin günlərin gələcəyini, mömin qardaşlarımıza düşmənlər tərəfindən hücum ediləcəyini öncədən xəbər vermişdi. Bizim vəzifəmiz isə yalnız eş-işrət və əyləncə ilə məşğul olmaq deyil, bu günləri nəzərə alaraq Qurana sarılmaq, mənəvi və hərbi baxımından güclənmək idi. Bəs indi nə etməliyik? Əgər bu gün müsəlman qardaşımıza Allah düşmənləri olan Sionist yəhudilər hücum edirsə və biz də ona kömək edə bilmiriksə, ən azından bir şey etməliyik. Düşmənə dəstək olmamalı, qardaşımıza arxa çevirməməli, ona xəyanət etməməliyik. Nə demək istədiyimi anlayan anladı. Arifə bir işarə bəs edər.